Salam dostlar, hər vaxtınız xeyir olsun. Demək ki, mən sizə bugün Azərbaycan dilində durğu işarələrinin ümumi qısa izahını təqdim edəcəm və bu da sizin üçün önəmli bir izah olacaq. Belə ki, gəlin görək hansı durğu işarəsini harda işlədirik. Birinci məqam, demək biz fonetika və leksikologiya bölməsidir ki, burada durğu işarələrlə qarşılaşmırıq. Keçək əsas nitq hissələrinə. Əsas nitq hissələrində harda durğu işarələrlə qarşılaşırıq? İsimdir, sifətdir, saydır, feildir, zərfdir. Əsas nitq hissələrində burada ilk durğu işarələrini görmürük. Lakin nitq hissələrində ilk gördüyümüz durğu işarələri əvəzlik bölməsində oldu əvəzliyindən sonra gələn vergülün qoyulmasıdır. Belə ki, əvəzlik bölməsində oldu əgər ismi əvəz edirsə, yəni kim nə sualına cavab verirsə, ondan sonra isim, sifət, say və zərf gələrsə, biz vergüldən istifadə edəcəyik və eyni zamanda feili sifət gələrsə, bəzən vergüldən istifadə edə bilərik. Lakin o və əvəzlikləri hansı sualına cavab verirsə, özündən sonra vergül tələb etmir. Köməkçi nitq hissəsi gələrsə, vergül tələb etmir. Əvəzlik gəlirsə, vergül tələb etmir və eyni zamanda feil gələrsə, vergül tələb etmir. Lakin burada bir məsələ var. Təbii ki, oldudan sonra modal söz işlənirsə, hansı sualına cavab verirsə o bu. Burada vergül təbii ki, modal sözün və yaxud da nidanın vergülü olacaq. Eyni zamanda həmcins üzv kimi əvəzliklər işlənirsə, bu məqamda vergüldən istifadə edə bilərik. Köməkçi hissələrində demək yoldaşlar, qoşmada biz durğu işarələrinə istifadə eləmirik. Bəzi bağlayıcılar var ki, onlardan əvvəl, bəzi bağlayıcılar var ki, onlardan sonra vergül qoyuruq. Ədat bölməsində hə, yox, bəli, xeyir ədatlarından sonra vergül qoyuruq, başqa ədatlardan istifadə eləmirik. Modal sözlərin hər iki tərəfində vergül işarəsi qoyuruq. Elə bil sanki güya modal sözlərində istifadə eləmirik. Nidalarda hər iki tərəfdə vergül işarəsi qoyuruq. Cümlənin ortasında gələrsə, sonunda gəlirsə özündən əvvəl, əvvəlində gəlirsə vergül, bəzən daha intonasiyalı desək, özündən sonra nida işarəsi qoyacağıq yoldaşlar. Demək, ondan sonra cümlənin məqsəd və intonasiyaya görə növlərində əmr və nəqli cümlələrin sonuna nöqtə işarəsi qoyuruq. Təbii ki, onlarda xəbər əsasən müəyyənləşdiririk cümlənin növünü. Nida cümləsinin sonuna nida işarəsi qoyuruq. Sual cümləsinin sonuna da sual işarəsi qoyuruq. Və bununla yanaşı demək, əlavələr özlərindən sonra ayrılan üzvlər adətən birə işarəsi ilə ayrılır və bəzi məqamlarda bəzi əvəzliklərin əlavələri vergül işarəsi ilə ayrılır. Və son olaraq bir şeyini diqqətlə çatdırım. Xitab və ara sözlərdə cümlənin əvvəlində gələrsə özündən sonra, ortasında gələrsə hər iki tərəfində, sonunda gələrsə özündən əvvəl adətən biz vergül işarəsi qoyuruq. Mən durğu işarələrini qısa izahla tam olaraq sizə təqdim etməyə çalışdım. Hər kəsə uğurlar.